Salam, akşamınız xeyir olsun. Bugünləri sizinlə ovuntulu, yumuşaq mutakine reseptini paylaşacağım. Həqiqətən çox dadlı bir reseptdir. Yumuşaqlığını da sizə göstərirəm. Görün necə dadlı görünür. Görüntüsündən elə dadı da bilinir. Resepti videonun altında da ölçülərini qeyd edəcəm. İstəyən olsa oradan baxıb hazırlaya bilər. İndi keçirik hazırlanmasına. 4 stəkan un, üzərinə 150 qram tereyağı əlavə edib əlinizlə omac hazırlayın. Yağınız otaq temperaturunda biraz yumuşaq olarsa omacınız daha yaxşı alınacaq. Daha sonra üzərinə 2 yumurtanın sarısını ağını ayırmışım, içliyə əlavə edəcəm. 5 xörək qaşığı xama, 1 çay qaşığı kabartma əlavə edib xəmir yoğururam. Əgər xəmiriniz quru alınarsa, hamanı biraz daha artıra bilərsiniz. Məndə hər dəfə fərqli alındığı üçün hər dəfə ya 5 ya 6 xörək qaşığı xama gedir bu ölçüdə, ona görə 5 xörək qaşığı əlavə edib, atılacaq, təkrar biraz əlavə edə bilərsiniz hamanı. Xəmiri yoğurdum. 1-2 saat qoydum soyuducuya. İndi içliyi hazırlayıram. 2 stəkan çəkilmiş qoz və ya fındıq ləpəsi, yumurtanın ağını salıb üzərinə əlavə edim. Yaxşıca qarışdırıram. Hər tərəfi eyni qaydada qarışmalıdır. Mən xəmiri soyuducuda 2 saat saxladım. Omac xəmiri olduğu üçün, xama ilə hazırlandığı üçün soyuducuda nə qədər qalarsa o qədər gözəl olur. Bir gündə saxlamaq olar bu xəmiri soyuducuda. 200 qramlıq kündələrə ayırdım. 4 kündə alındı. Kündələri indi açacağım. Çox da nazik etməyin. Dairəvi şəkildə açıram kündələri. Bu qaydada kəsirəm. Ölçüləri eyni boyda olsun deyə belə bir qaydada kəsə bilərsiniz. O zaman ölçülər hamısı eyni boyda olur. Çalışıram ki, hər bir şeyi dəqiq göstərim ki, istəyən hər kəs hazırlasın. Bir çay qaşığı içlik qoyub, kənarlarını yaxşı bərkidib bükürəm. Hamısını eyni bu qaydada büküb soba listinə yığıram. Mən soba listinə yağlı kağızda sərmişəm. Sərməsiniz də olar bu xəmir.